Vaxtınız xeyir olsun. Bu gün məzunların keçirdiyi sınavın izahına baxacağıq. Birinci sualdan başlayaq. Həmcins sərfliklərimiz nə ilə ifadə olunub? Burada həmcins sərfliklərimiz təzə çiçəkləri açan, görəndə, yazın ilıq nəfəsini sinəni çəkəndə demək nə ilə ifadə olunubdur? Fe'li bağlama tərkibindən birinci tapşırığımızın cavabı A variantı. 32-yə baxaq. Deyir ki, İş sözünün həm sinonimi, həm də antonimi var. Bəli, müasir sözünün həm sinonimi, həm də antonimi var. Ona görə müasir, çağdaş, bir də antonim deməsinin qədim bir doğrudur, biri götürürük. Tünd qərarlar verilmiş ifadə mürəkkəb fe'lidir. Bəli, sərf etmək mürəkkəb fe'lidir. 2 götürürük. Sifətin çoxaltma dərəcəsinə aid 2 söz var. Burada sifətin çoxaltma dərəcəsinə aid bir dənə sözümüz var. O da məsələn çox faydalı sözündədir, yanlışdır. Sonra peşəkar sözünün sinonim işlənmişdir. Bəli, professional peşəkar sözünün sinonimi 1, 2, 4 cavabımız C variantı olmuş olur. Bani isə bir şeyin əsasını qoyan, təqlid edən şəxs deməkdir. Bu birinci hissə doğrudur, amma ikinci hissə yanlışdır. Çünki təqlid edən deyil, yanlışdır. 33-ə baxaq. Ədad işlənmiş, qoysana 1. Sonra cəsarət də burada bunlar bağlayıcıdır. Burada yoxdur. Bir də burada 2-dir, 1, 4. 6-da da bəli təsdiq inkar ədadlarıdır. Məsələn, burada bəli təsdiq ədadıdır. 1, 4, 6 C variantı. Baxaq bunlar. Bunlar iki cür təhlil olunan tərkibinə görə iki cür təhlil olunur. Baxaq. Bir kökdür. Gizlə, gizlət, gizlədim, gizlə, gizlədi, gizlədim. Düşünək sözü də iki cür təhlil olunur. Düşün, düşünək. Arzu şəklində, bir də düşünək, əmr şəklində. Ona görə 5 ilə 6-yı çıxırıq, düzgün cavabdır. Çünki birincidə gizlədim sözündə birincidə olur əmr şəklində, ikincidə olur xəbər şəklində. Burada da birincidə arzu, ikincidə əmr şəklində. Ona görə 5 ilə 6-yı cavablarımızdan çıxırıq. Deyir ki, sonra baxaq, deyir ki, sxemi bir kök, bir qrammatik şəkilçiyə uyğundur, yanlışdır. Kök və başlanğıc forması fərqli diksiyasına aiddir. Bu da yanlışdır. Çünki gizlədim, gizlətdim. Hər iki variantda da kök və başlanğıc forması fe'ldir. 1, 2. Bir də deyir ki, yalnız sadə fe'l kimi düşünə bilərik. Bəli, baxarıq. Yalnız sadə fe'l kimi düşünürük və düşüncə sözü ilə in köklüdür. Yanlışdır. Düşüncə sözü kök bir leksi şəkilçidən ibarətdir. Buna görə sadə sözlər eyni köklü yarada bilmir. Ona görə 4, 1, 2, 4 cavabımız D variantıdır. Sonra 35-ci suala baxaq. Özündən gücsüzsə qəzəblənməklə öz gücsüzlüyünü göstərirsən. Burada birbaşa cavaba keçirəm. Çünki 3 cümlə ilə işlənmişdir. Bu doğrudur. Şəxsi sadə cümlədir. Bu yanlışdır. Çünki biz demişik şəxsi cümlənin xəbəri üçüncü şəxsin təkində olur. Bunun xəbəri isə ikinci şəxsin təkindədir. Ona görə elə A cavabımız B variantıdır. Təsviflənməyən fe'l tərkib əmrə gətirmişdir. Bəs özündən gücsüzsə qəzəblənməklə altından xətt çəkilmiş söz tabellik əlaqəsinin yalnız əsas tərəfidir. Bəli, əgər yəni altından xətt çəkilmiş sözümüz tamamlıq xəbərdir və xəbər də demişdik ki, mübtədə yoxdursa əsas tərəf olur. Bunu da qeyd etmişdik. Ona görə cavabımız bu doğru fikirdir. Məqsəd və intonasiyaya görə cümlənin üç növündə işlədə bilərik. Bəli, bu da doğrudur. Bunu həm nəqli cümlə düşünə bilərik, həm göstərirsə nida cümləsi, həm də sual cümləsi kimi göstərə bilərik. Bu da doğrudur. Cavabımız 35-də B variantı. 36-cı sualı başqa bir PDF-dən izah eləyəcəm. İndi isə baxaq buradan 37-ci suala. Demək, çobanın könlü olsa təkərdən pendir tutar cümləsi haqqında fikirlərdən biri doğrudur. Baş cümlənin xəbəri var. Birinci cümləmiz olur budaq cümlə. Birinci cümlə budaq cümlədir. İkinci cümlə baş cümlədir. Baş cümlənin xəbəri fe'lin gələcək zamanındadır. Bu doğrudur. Hər iki cümlə fe'lin xəbəridir. Bu da doğrudur. Baş cümlə müəyyən şəxslə sadə cümlədir. Bəli, baş cümlə müəyyən şəxslə cümlədir, doğrudur. Budaq cümlə baş cümləyə bağlayıcı söz. Burada bağlayıcı sözümüz yoxdur. Bağlayıcı söz budaq cümlədə işlənir və biz demişdik ki, bağlayıcı sözlərimiz sual əvəzçiləridir. Burada olmadığına görə burada yalnız sahisə ilə bağlanır. Ona görə cavabımız D variantıdır. Keçək 38-ci suala. 38-də nümunələr haqqında doğru fikirləri, uyğun fikirlər seçməliyik. 2 cümlə verildi. Yalnız birinə aid cümlədir. Nümunələrdən hər ikisinə aid olan cümlədir. Zaman zərfinə aid söz işlənmişdir.
Zaman zərfinə aid söz işlənilmişdir. Zaman zərfidir isə, bəli, burada zaman zərfimizə aid söz var. Bir doğrudur, ikinci də yoxdur. Ara söz işlənmişdir deyir. Yalnız birinə aiddir. Birincidə ara sözümüz yoxdur, ikincidə də ara sözümüz yoxdur. Ona görə ikiləri çıxdıq. Sonra fe'l bağlama tərkibi işlənmişdir. Baxaq, soyuqdan donaraq fe'l bağlama tərkibi var. Amma ikincidə fe'l bağlama tərkibi yoxdur. Üçü qeyd edirik. Nümunələrdən hər ikisinə aiddir. Zərflik və xəbərdən ibarət sadə cümlədir. Zərflik və xəbərdən ibarət. Bunlar idarə getdi, verdi. Zərflik və xəbərdən ibarət. Baxaq. Bu yanlışdır. Heç birinə aid deyil. Ondan sonra 5'i götürək. Təsvirlənən fe'llər keçmiş zamandadır. Bəli, verdi, getdi, keçmiş zamandadır. İndi, üzüldü, hər ikisində də keçmiş zamandadır. Düzdür. 1, 3, 5 cavabımız E variantı olmuş olacaq. İsmi birləşmə tamamlığın ifadə vasitəsidir. Bu birinci, ikincidədir. Birincidə yoxdur. Yəni ismi birləşməmiz tamamlıq vəzifəsində deyil. Ona görə yanlışdır. Cavabımız 1, 3, 5 E variantıdır. Uyğunluğu müəyyən edirik. Baş üzvləri fe'l ifadə olunan cümlədir. Məsələn, baxaq, burada cavabımız C variantıdır. Baş üzvlər fe'llə ifadə olunan cümlədir. Baxaq, A variantı işləyənlər mübtədə mükafatlandırdılar xəbər. A yazırıq. Baş üzvləri söz birləşməsi ilə ifadə olunan cümlədir. Bədən dili ünsiyyətin növüdür. Nə? Bədən dili. Hər ikisi ismi birləşmə ilə ifadə olunubdur. Ona görə canı yazırıq ikincinin qabağına. Sonra 3'ə də yazmışıq ki, D, E. Baş üzvlərdən yalnız birinin iştirak etdiyi cümlədir. Bəli, burada bir də E variantında yalnız xəbər var, mübtədə yoxdur. Baş üzvlərdə yalnız biri, yəni xəbər iştirak edibdir. Ona görə cavabımız 39'da D variantı. Amma burada deyir ki, aşağıdakı hansı nümunələrdə ismi müxtəlif hallarında olan əvəzciklər həm də ismi əvəz etmişdir. Qüdrətinə mən, bir də onun. Biri adlıq halda, biri yiyəlik halda və ismi əvəz edibdir. Biri götürürük. 2'yi şəhidiyəm mən, kölgəmdə dincəlir hər gəlib getən. Burada hər var, burada da bu var. İsmi əvəz etməkdən ikiləri çıxırıq. Tələb edir ki, onu həmin kəndə, həmin var. Burada ismi əvəz etmir. Ona görə 3'ü də çıxırıq. Sonra indi Ziba hər axşam onun yiyəlik halda, ona yönlük halda ismi əvəz edir, götürürük 1, 4. 5'ə baxaq. Təkcə mən adlıq halda, sənə yönlük halda və götürürük 1, 4, 5. Cavabımız D variantı. O bir suala da baxaq. Sualın bir nəsə buradan baxaq, qeyd eləyək buradan. Demək, birinci sualdır. Hər iki sözdə eyni hərf buraxılmışdır deyir. Həşərat. Həşəratda ədi, fontanda fontan adı. Ona görə A variantı deyil. Bu üdü. Küzədə də üdü. Elə cavabımız C variantıdır. D. Burada debutant ünləndir. Debutant. Amma küzə oynandı. Ona görə C variantı deyil. Burada E variantıdır. Detektiv tınandı. İstirahət tınandı. Tınandı cavabımız E variantıdır. Bu qədər izahlarımız növbəti izahlarda görüşənə qədər. Sağ olun, salamat qalın.